Atropatena. Biz dedik ki, Azərbaycanın cənubunda yaranmış ilk Azərbaycan dövləti Mannadır. Urmiya gölü ətrafında yaranıbdır. Azərbaycanın ikinci, yəni cənubunda yaranmış dövləti Atropatenadır. Həm Atropatena, həm Albaniya dövləti, Albaniya isə şimalda yaranmış ilk dövlətimizdir. Bunlar hər ikisi İskəndər imperiyasının parçalanması nəticəsində yaranıbdılar. Və 323-cü ildə Makedoniya İskəndər öldü. Cənubda əvvəlcə Atropatena, ardınca isə şimalda Albaniya yarandı. Deməli, bu proseslər necə baş verdi? 323-cü ildə Makedoniya İskəndər öldü. Onun imperiyasının idarəsi veriləcək sərkərdəsi Perdikkiyə. Həmçinin demişdik ki, Atropat Perdikki ilə qohum olmuşdur. Bəli. 321-ci ildə Perdikki vəfat eləyəndən sonra artıq hakimiyyət keçsi Atropatın əlinə. Atropat bundan istifadə eləyəcək, öz dövlətini quracaq. Deməli, Atropatena dövləti yarandı. İctimai-siyasi quruluşuna görə quldar monarxiya dövləti idi. Atropatın adı ilə Atropatena, sülalənin adı da Atropatilər oldu. Paytaxtı isə Qazaka şəhəri. Yenə də o da Urmiya gölünün aşağı hissəsində, paytaxt olaraq burada Qazaka şəhəri idi. Bəli, dövlət burada quruldu. Ərazisini sorursaq, deyəcək ki, Cənubi Azərbaycan, bax, bu Araz çayından aşağıdakı torpaqlardır. Cənubi Azərbaycan, Azərbaycan Respublikasının bəzi cənub rayonları, qərbində Zagros dağ silsiləsi, ən böyük düzənliyi isə Urmiya gölünün cənubundadır. Demək olar, Urmiya onun ərazisindədir. Bəs ərazisində hansı tayfalar yaşayır? Maqlar, Müqlər, Mataylar, Kaspilər, Kadusilər. Kaspi Kadusi həm Albaniyada yaşayıb, həm Atropatenada və bu tayfalar, bəli, hamısı türk mənşəlidir, çoxu. 4-cü əsrdə Atropatena və Albaniya yaranması ilə artıq vahid türk xalqının yaranması prosesi başladı. Sasanilər dövründə sürətləndi, Ərəblər dövründə, bəzi mənbələrsə deyir ki, Səlcuqların axınları dövründə artıq başa çatdı. Atropatenanın cənub qonşusu Selevkilər dövləti olubdur. Yəni, cənub qonşusu deyəndə aşağıda axtaracağıq. Selevkilər dövləti ərazisi Hindistandan Aralıq dənizinə qədər çatırdı. O da Makedoniya imperiyasının dağılmasından sonra yaranmışdı. Eradan əvvəl 223-cü ildə Atropatenaya hücum elədilər. Selevkilərdə hakimiyyətdə 3-cü Antiox idi. Atropatenada hakimiyyətdə Artabazan idi. Bunlarda hökmdarların hamısı A ilə başlayır. Artabazanın dövründə hücum elədilər. 223-cü ildə daxil oldular ölkəyə. Artabaz müharibəyə hazır olmadığı üçün təslim oldular. Və 223-cü ildən eradan əvvəl 190-cı ilə qədər Selevkilərdən asılı oldular. Bəs 190-da nə baş verdi? 190-cı ildə Roma ilə Selevkilər arasında Magneziya döyüşü baş verdi və Selevkilər məğlub oldu, dövlət parçalandı, Atropatena isə müstəqillik əldə elədi. Deməli, cənub qonşusu 3-cü əsrdə Selevkidir. 3-cü əsrdə Selevki parçalandı, getdi, daha doğrusu 2-ci əsrdə parçalandı, 2-ci əsrdə bunun qonşusu olacaq Parfiya. Deməli, Parfiya dövləti Parfiya ilə yaxınlaşır. Niyə? Səbəb o idi ki, Roma və Parfiya Ön Asiyanı əldə etmək uğrunda mübarizə aparırdılar. Parfiya və Atropatenanın ümumi düşməni Roma idi. Çünki onlar Romaya Yunan-Makedon istilaçılarının varisi gözündə baxırdılar. Buna görə də Lukul və Pompeyin başçılığı altında Romalılar şərqə yürüş təşkil edilir. Bu hardasa 66-cı illər, yəni Albaniya hücumları dövrü, 1-ci əsrin 1-ci yarısı. Lukul və Pompey şərqə yürüş elədi. Düz Atropatena Romadan asılı olsa da, bu tam asıllıq deyildi. Atropatena yerli hökmdarlar tərəfindən idarə olunurdu və bu da onun müstəqilliyinin göstəricisi idi. Parfiya və Atropatena müttəfiq oldular və Romaya qarşı döyüşlərdə iştirak etdilər. Eradan əvvəl 53-cü ildə Karra döyüşü baş verir. Bəli, Eradan əvvəl 53 Karra. Karra döyüşündə tərəflər Atropatena və Parfiya qüvvələri vuruşublar Romaya qarşı. Roma məğlubdur. Sonra 38-ci ildə Romalılarla Parfilər arasında növbəti Hindar döyüşü. Döyüşün adı kitabda verilmir, sadəcə 38-ci il döyüşüdür.
Eradan əvvəl 38 yeni döyüşdü. Yenə Roma vuruşur parflarla Atropaten qüvvələrinə. Burada Parfiyanın məqsədi Romanı Asiyadan çıxarmaqdır. Ancaq bu dəfə Roma qalib olur. Bəli, Roma qalibdir. Deməli, bundan sonra Antoni şərqə yürüşü təşkil olunur və eradan əvvəl 36-cı ildə Antoninin Fraspa şəhərinə hücumu olur. Fraspa Atropaten hökmdarlarının qış iqamətgahı idi və bu dövrdə hakimiyyətdə Atropatenada Artabazd idi. Artabaz Fraspa döyüşündə Roma qoşunlarını məğlub elədi və Fraspa döyüşündə də Romaya qarşı Atropatena və Parf qüvvələri vuruşurdu. Bu zaman müttəfiqlər qalib gəldi, Roma məğlub oldu. Hətta Artabaz Roma legionlarının bayraqlarını xalqa nümayiş elətdirdi. Bundan sonra Atropatenanın Parflarla münasibətləri dəyişəcəkdir. Səbəb də o idi ki, Parfiya bütün Atropatenanın ərazisini işğal eləmək istəyirdi. Bunu görən Artabaz artıq başlayacaq Roma ilə müttəfiq münasibətlər yaratmağa və oğlu Ariobarzanı göndərəcək Oktavianın yanına. 10 il Ariobarzan Romada yaşayacaqdı və eradan əvvəl 20-ci ildə Artabaz ölür, onun yerinə Oktavian Ariobarzanı gətirir. Hətta Ariobarzana ermənilər üzərində hakimiyyət verir. Ermənilər üzərində hakimiyyət qeyd edək. Deməli, Oktavian deyir ki, oğlum tərəfindən ram edilən tayfa olan ermənilərin idarəsində mən Ariobarzana vermişdim. Sonuncu hökmdar isə eramızın 20-ci ilində Ariovazdur. Bəli, Ariovazd. Və Parfiyanın Arşakilər nəsli son qoyacaqdır. 224-cü ilə qədər ərazi olaraq Parfiyanın tərkibində qalacaqlar. 224-də çünki Sasanilər sülaləsi Parfiyanı süquta uğradacaq. 20-ci ildən 224-ə qədər Parfiyanın tərkibində qaldı və Parfiyanın Arşakilər nəsli idarə elədi. Çünki 224-də dediyimiz kimi Sasani nəsli onları işğal etdi. Sonra idarəçiliyindən danışaq və təsərrüfat həyatından. Deməli, dedik ki, qullar monarxiya dövləti idi, dövlət və Atropatilər nəsli idarə eləyirdi. Təsərrüfat desək, əkinçilik və maldarlıqla məşğul idilər. Ölkədə yetişdirilən atlar Çində səma atları adlanırdı. Ticarətdə puldan geniş istifadə olunubdur. Ancaq Makedoniyalı İskəndərin adından kəsilmiş pullar. Atropatena öz adına, yəni hökmdarlar pul kəsdirməyibdilər. Amma Alban hökmdarlar öz adlarına pul kəsdirmişdilər. Neftə midye yağı deyirdilər və ondan hərbi işdə istifadə edirdilər. Qazaka, Fraspa, burada elə paytaxt, yəni Qazakadan, bəli, Fraspa, Fanaspa, Aqnazana kimi şəhərləri var idi. Şəhərlərdə hökmdarlar tərəfindən belə deyək salınırdı. Karvan yollarının məbədlərin ətrafında. Yəni karvan yolları üzərində salınmasının səbəbi ticarətlə əlaqəli idi. Məbədlər isə hücumlar zamanı qorunmaq üçün. Ancaq burada deməli 1-ci, 2-ci əsrlərdə quldarlıq, üzr istəyirəm, 2-ci, 3-cü əsrlərdə quldarlıq böhran vəziyyətində idi. Belə deyək, Atropatena sırf quldar olaraq yaranıb, quldar olaraq süqut eləyibdir. Amma Albaniya quldar yaranıb, feodal dövlət olaraq süqut eləyibdir. Dini Zərdüştlük. Həm Zərdüştlük dini, yəni Zərdüştlük tək Allahlılıqdır, tək Allahlı dindir. Bir də bunlarda çox Allahlılıq olubdur. Bunun səbəbi isə Yunan tanrılarına sitayişdir. Yəni onlar Yunan tanrılarına da sitayiş etdiklərinə görə deyirik, həm tək tanrılıq olubdur, həm çox tanrılıq. Atropatena dövləti Ellin mədəniyyətinin təsirinə məruz qalıbdır. Ellin mədəniyyətinin göstəriciləri nələr idi? Birincisi Yunan tanrıları. Dediyimiz kimi onlar Yunan tanrılarına sitayiş edirdilər. İkincisi Kiremit.
Tikintidə kiremitdən istifadə edirdilər. Üçüncüsü, Kerifto məbədi. Heraklın şərəfinə idi, girilişində Yunan dilində yazılar var idi, burada dini bayramlarını qeyd edirdilər. Yunan elin mədəniyyət deyəndə ki, yəni bu mədəniyyət İskəndərin şərqə yürüşündən sonra yaranmış mədəniyyət idi. Zərdüştlük haqqında biraz məlumat verək. Zərdüştlük eradan əvvəl 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində yaranmışdı. Və elə Zərdüşt peyğəmbərin də adı ilə bağlı idi. Bu dinə görə iki qüvvə, xeyir və şər daima bir-birinə mübarizə aparır. Nə olur olsun, sonda xeyir qalib gəlirdi. Od, su, torpaq müqəddəs hesab olunurdu. Müqəddəs kitabları Avesta. Bayaq dedik ki, İskəndər, dərsimizdə dedik ki, İskəndər Persepolu yandıran zaman məhv olmuşdu. Sonradan Sasanilər dövründə bərpa olunmağa başlandı. Avropa ilə Avestanı Anquetil du Perron, fransız alim, o tanış eləmişdi. O özü isə Hindistanda tanış olmuşdu bu kitabla. Zərdüştlərin müqəddəs məbədi Təxt-ü Süleymanda yerləşirdi. Yəni Qazaka məbədindən söhbət gedir. Burada Sasani şahlarının tac qoyma mərasimi keçirilirdi. Bu məbəd Bizanslılar tərəfindən dağıdılıbdı müharibə gedişində. Həmçinin İslam dini yayılana qədər də öz əhəmiyyətini qoruyub saxlamışdı. Zərdüştlüyə inananlar isə İranda və Hindistanda yaşayırlar. Yəni bu davam etməkdə olan bir şeydir. Atropatena memarlığından qalan bir abidə isə, yəni Cənubi Azərbaycanda Şiz qalasıdır. Yəni günümüzə qədər gəlib çatmışdı. Bu Atropatenanın izahı.